Və həmçinin Allah Azze ve Celle bu gulul əhli haqqında deyir ki, yəni mən yağlul yəti bimə qallə yevməl qiyam, əgər kim əmanətə xəyanət edərsə, qiyamət günü o ilə gələcək. O xəyanət etdiyi şeylə gələcək. Və həmçinin nəsəb, bax, hətta elm məclisinə gəlmək barədə olan hədisin axırında Allah Azze ve Celle tevhidin bu qisminə toxunur. Mən batta'a bihi aməluhu, ləm yusri bihi nəsəbuhu. Əgər kimin əməli gecikərsə, onun nəsəbi ona fayda verə bilməz. Onun ailəsi ona fayda verə bilməz. Yəni, nəsəb heç vaxt fayda vermir. Əgər insanda salih əməl yoxdursa. Yəni, elm məclisinin ən birinci dərsin əvvəlində xatırlatdığım hədisi Allah Resulü xatırladır və sonra ən axırda ki, mən batta'a bihi aməluhu, ləm yusri bihi nəsəbuhu. Kimin əməli gecikərsə, nəsəbindən fayda gözləməsin. Dünyadakı kimi deyil. Kimisə dayısı var, kimsə qutaracaq. Axirət günü qohumluq əlaqələri qırılacaq. Heç kimə fayda verə bilməyəcək. Yəni, nə qədər ayələr var bu barədə uzatmaq istəmirəm. Qaydalar çoxdur.